Xülasə dəftəri nədir? Məndən ən çox soruşduğunuz suallar bölüm 2. Xülasə dəftəri sizin qaydalarınızı yazdığınız qısa və yığcam bir dəftərdir. Hansı ki, bu sadəcə sizə məxsusdur və sizin özünüz tərəfindən yazılır. Başqasının xülasə dəftərini sizin üçün yazmağını tövsiyə etmirəm. Xülasə dəftərinə uzun imla şəklində qaydaların yazılmasını tövsiyə etmirəm. Tövsiyə edirəm ki, siz qaydalarınızı, əgər 10-cu sinifsinizsə, yəni vaxtınız biraz varsa, 11 deyilsinizsə, sinif kitablarından oxumaq tövsiyə edirəm. Yəni, böyük qayda kitablarından oxumaq əvəzinə sinif kitablarından oxuyaraq daha rahat və daha aydın şəkildə öyrənə bilərsiniz. Qaydaları oxuduqca sizə qaranlıq qala biləcək nüansları, sonradan unuda biləcəyiniz nüansları yazdığınız bir dəftərdir xülasə dəftər. Və mən tövsiyə edirəm ki, hər 3 fənnin, 3 blok fənninizin üçünü də bir dəftərdə yığasınız. Beləliklə, həm imtahana getdikdə, həm sınava getdikdə, həm bir sınağı evdə özünüz üçün işlədikdə, daha hər bir qayda kitabını açmağınıza, bir o mövzunu axtarmağınıza ehtiyac qalmayacaq. Çünki sırf sizin zəifliklərinizdən ibarət olan həmin o xülasə dəftərində həmin qaydalar mövcud olacaq. Odur ki, xülasə dəftəri yazmağı hər kəsə şiddətlə tövsiyə edirəm. Növbəti videoda blok imtahanının hazırlığı üçün xüsusi plan necə qura bilərsiniz, ondan danışacağıq.